Azərbaycanda ictimai nəqliyyata giriş haqqı 20% artırıldı, 50 qəpikdən 60 qəpiyə çatdırıldı. Yaxın bir neçə ayda hədəf onu 1 manata qaldırmaqdır. Bu barədə mən təxminən bir ay əvvəl anons etdim ki, prezident administrasiyasında bu məsələ müzakirə edilib və qiymətlər 1 manata qədər qaldırılacaq. Hələlik 60 qəpiklik dayanacaqda nəfəslərini dəriblər. Biz müxtəlif fasilələrlə eşidirik ki, ya metroda, ya da Baku Bus deyilən lənət qurumla xərclərin gediş haqqından yuxarı olduğunu deyirlər. Bu, hər zaman belə olub. Məsələn, metroda gediş haqqının 52 qəpiyə olduğunu gileylənirlər. Hətta lənətlik metro tağının zamanından belə idi ki, güya xərc borcu ödəmir. Dövlət epizodlardan ibarət deyil, sözümün canı var. Dünyanın bir çox rahat ölkələrində ümumiyyətlə ictimai nəqliyyatın 100%lik dotasiyaya otuzdurulması tendensiyası var. Bir çox paytaxtlarda bu praktika tətbiq edilir, yəni ictimai nəqliyyat pulsuzdur. Bakıda və Azərbaycanda bunu arzu etmək olarmı? Azərbaycan dövləti buna pul çatdıra bilərmi? Bəzi göstəricilərə baxaq. Mən mərc gəlirəm ki, Bakıda ictimai nəqliyyatı pulsuz etmək olar və dövlət də bundan heç nə itirməz, əksinə qazanar. Əgər kölgə iqtisadiyyatının yaxasını bir qədər dartsan, oradan yalnız Bakıda deyil, bütün ölkədə yol pulu və başqa bir çox xərcləri rahatlıqla çəkib götürmək olar. İndi Azərbaycanda kölgə iqtisadiyyatına baxaq, nə qədərdir? Müxtəlif rəqəmlər deyilir. Yerli statistikanın saxtakar göstəricisi 7,8-9% arasında dəyişir. Bu, əlbəttə, real deyil, uydurmadır. Mötəbər beynəlxalq təşkilatlar Azərbaycanda kölgə iqtisadiyyatının həcminin 60% civarında olduğunu bildirirlər. Kölgə iqtisadiyyatı nədir, necə yaranır? Mən lap təxmini təəssüratları deyəcəm, çünki iqtisadçı deyiləm, maliyyəçi heç deyiləm. Amma ümumi təsəvvürlər var axı. Mütəxəssislər də dinləyib dəqiqləşdirə və mənə də irad və təkliflərini yaza bilərlər. Kölgə iqtisadiyyatı nə deməkdir sualına bütün hallarda belə cavab verərlər. Vergidən yayınan biznes gəlirləri, uçotsuz əmək haqları, maaşlar, gündəlik ödənişlər və s. Qeydiyyatssız ticarət və xidmətlər, saxta fakturalar, kassa aparılmayan satışlar, nəzarətsiz icarə, tikinti və qeyri-legal məşğulluq, üstəgəl Azərbaycanın unikal korrupsiya sxemləri. Dediyim kimi, beynəlxalq təşkilatlar Azərbaycanda kölgə iqtisadiyyatının 60%-ə qədər ola biləcəyini deyirlər. Bu, ciddi hesabatlar əsasında müəyyən edilir, havadan götürüb demirlər. Biz fərq edək ki, 60 deyil, lap 50%'dir. Bu, o deməkdir ki, kölgə iqtisadiyyatı ÜDM-in yarısı qədərdir, yəni 70 milyard manat. Bunun illik rəqəm ifadəsi 7-8 milyard manat edir, eləmi? Bəs Azərbaycanda ictimai nəqliyyatdan ildə nə qədər xalis pul gəlir? Təxminən 310-315 milyon manat. Onu indi 10 qəpiyə artırırlarsa, ümumi illik gəlir artımı olur 62 milyon manat. Cəmi və o qədər. İndi baxın, biz elə bir ölkədə yaşayırıq ki, daha doğrusu siz indi orada yaşayırsınız. Büdcədən və real hesabatlardan yayındırılan gəlirlərin illik həcmi 7 milyard manatdan yuxarıdır. İctimai nəqliyyatdan isə cəmi 300 milyon manat götürülür. Əgər kölgə iqtisadiyyatını, yəni korrupsiyanı cəmi 50% cilovlasan, bu nə demək olacaq? O demək olacaq ki, ictimai nəqliyyatdan götürülən 10 illik vəsait oradadır. Bəs kölgə iqtisadiyyatını kim yaradır? Onu həmin mexanizmə baxanda bilmək olur və bir daha sadalayıram. Vergidən yayınan biznes gəlirləri, uçotsuz əmək haqları, maaşlar, gündəlik ödənişlər və s. Qeydiyyatssız ticarət və xidmətlər, saxta fakturalar, kassa aparılmayan satışlar, nəzarətsiz ticarət, tikinti və qeyri-legal məşğulluq. Bu sxem üzrə korrupsiya lideri Azərbaycanda kimin biznesləri ola bilər? Daha orasını deməyim, bunu yəqin ki, siz və hətta balaca uşaqlar da bilir. Demək, Azərbaycanlılar bu yaramazların korrupsiya layihələrinin girovları kimi hər mövsümdə qiymət artımları, eksperimentləri altında ciblərini deşməlidirlər, bunlar da keyf eləməlidirlər.